Salam əziz tələbələr, hər birinizi xoş gördük. Mən məntiq müəllimi Dövran Cəfərov. Bugün sizlərlə birlikdə hər kəsin məntiq deyəndə ağlına gələcək mövzu olan əməllər, yəni qeyri-aşkar operatorlar haqqında məlumat əldə edəcək və həmin məlumatlardan istifadə edərək bir neçə test tapşırığına diqqət yetirəcək. İlk növbədə bunu xatırladım ki, sizə qeyri-aşkar operatorların xüsusi bir qaydası yoxdur. Misal üçün biz əvvəlki mövzulardan şifrələri keçdik, riyazi əməlləri keçdik, şəklin analizi keçdik və bir neçə qaydalar sizə izah etdim və həmin qaydalardan istifadə edərək siz digər test tapşırıqlarını həll etdiniz. Lakin bu qeyri-aşkar operatorlarda keçərli olmayacaq. Qeyri-aşkar operatorlarda biz nələr edəcəkdən çox, nələr etməməliyik, həminki hissəni vurgulayacağıq. Daha yaxşı olar ki, biz birinci misaldan başlayaraq həminki nələr etməməli olduqlarımızı anlayaq, sonra isə digər misalların izahına keçid edək. Misal üçün birinci sual bizə verildi. 7 və üstdən 24, 2 və 8-dən 19, 5 və 5-dən 28 alınır. Bizdən 6 və 4-ün qiymətini istəyir. Baxın, əsas məsələ nədir? Bərabərliyin sağ tərəfi bizdə olacaq nəticə hissəsidir. Və bərabərliyin sağ tərəfindən biz ya 24 kimi baxacaq, ya da 42 kimi, yəni onun tərsi kimi. Başqa bir əməliyyat apara bilmərik. Yəni 2-ni 4-ə vura bilmərik, 2-ləri düzəmləyə bilmərik. Ya 24 kimi baxacaq, ya da 42 kimi. Bu birinci qayda. İkinci qayda nə olacaq? Misal üçün, biz 7 və üstdən 24-ü aldıq. 2 və 8-dən 19-u da aldıq. Amma həminki qayda ilə 5 və 5-dən 28-i almamışsa, demək yolumuz səhvdir. Elə bir biz həll yolu tapmalıyıq ki, bu üçünü də ödəyəcək və hətta cavabı da ödəyəcək. Yəni cavab variantda 6 və 4-dən deyək ki, siz 15, lakin cavab variantlarında 15 yoxdursa, demək sualı tərtib edən şəxs və Dövlət İmtahan Mərkəzi sizdən onu istəmir. Başqa bir cavab variantını istəyir. Yəni bir sözlə tapdığımız qayda 4 sıranın 4-ünü də əhatə etməlidir. İndi gəlin biz birinci misalın həllinə keçid edək. Misal üçün, 7 və üstdən 24 almaq üçün, gəlin ilk olaraq biz 7 və 3-ü 24-ə yaxınlaşdıraq. Bunun üçün ən bəsit qayda nə olar? 7-ni 3-ə vurmaqlar. 7-ni 3-ə vurduqda edir 21. Geriyə nə qalır? Üzərinə 3 gəlir qalır. 21-in üzərinə 3 gəlir, bərabər olur 24-ə. 2 ilə 8-in hasili bərabərdir 16-ya. 16-ın üzərinə 3 gəlir, bərabər olur 19-a. Baxdıq ki, ikinci sırada da ödənilir. Üçüncü sıraya keçirik, 5-i 5-ə vurur 25. Üzərinə 3 gəlir, bərabər olur 28-ə. Üçüncü sıra üçündə ödəndi. Artıq biz bunu 4-cü sıraya tətbiq edə bilərik. 6-nı vuruq 4-ə, 24. Üzərinə 3 gəlir, bərabər olur 27-ə. Cavabımız oldu B variantı. Buna uyğun olaraq biz gəlin ikinci sualın həllinə baxalım. Baxın, 8 operator 13-dən 42 almışıq, 16 operatorun 8-dən 68 almışıq. Yadınızda saxlamalı olduğunuz əsas məqam bundan ibarətdir ki, qeyri-aşkar operatorlarda ilk olaraq biz 4 riyazi əməli, toplamanı, çıxmanı, vurmanı və bölməni yerinə yetirməliyik. Sonra təbii ki, digər əməliyyatları yerinə yetirə bilərik. İlk olaraq toplamanı yerinə yetirsək, 8 və 13-ün zərbi bizə 21 verir. 21-dən 42 almaq ola bilərmi? Təbii ki, olar. 21-i 2-yə vuraram, bərabər olar 42-yə. İkincidə tətbiq edirəm. Görün, doğrudur. 16 ilə 18-in zərbi 34. 34-ü 2-yə vururam, 68. Bəli, ödəlir. 5-in üzəri 7 gəlirəm, 12. 12-ni vururam 2-yə, bərabərdir 24. Bəli, bunu da 3-cü sırada ödəlir. Onu keçirəm 3-cü sıraya. 9 da onun cəmi bizə verir 19. 19-u 2-yə vururam, bərabər olur 38. Cavabımız oldu D variantı. İndi isə keçid edək 3-cü suala və 3-cü sualdan sonra biraz ardıcılığı pozar. 3-cü sualda, baxın, yeni bir tip sualdır. Hətta belə deyək ki, bir tipsiz sualdır. Çünki qəbula bu səviyyədə sual düşməz. Biz bunu adlandıracaq hörmətsiz sual həmçinin. Baxın, diqqət etirsəz əgər, təbii ki, diqqət yetirə bilsəz, operatorun sol tərəfindəki ədədlər 8, 6, 10 və 4 hər biri cüt ədəddir, 2-yə bölünə bilir. 8-i 2-yə bölsəm neçə düşür? 4 düşür. Baxın, operatorun solunu mən 2-yə böldüm elə. Tarazlığı təmin etmək üçün sağ tərəfdə 2-yə vururum. 6-nı 2-yə vursam edir 12. 4 ilə 12-ci zərbi 16 verdi. İkincidə yoxdur. Dedik ki, operatorun solundakı 6-nı 2-yə bölür, edir 3. Tarazlığı bərpa etmək üçün də 5-i vururuq 2-yə, edir 10. Üstə 10-un zəmi bizə verir 13. Ödədir. Üçüncüyə keçirik. 10-u bölürük 2-yə, 5. 3-ü vururuq 2-yə, bərabər olur 6. 5 ilə 6-nın zəmi bərabərdir 11-yə. 4-ü bölürəm 2-yə, edir 2. 16-nı vururam 2-yə, edir 32. 2 ilə 32-nin zəmi bərabərdir 34. Cavabımız olur D variantı. Belə.
İndi isə keçəyin qayda izahına. Təbii ki, ilk baxışda sadə kimi görünəcək, lakin qəbul bu tipli sualları sevir. Yəni qəbula bu tipli suallar düşür. Misal üçün 7-ci sualda bərabərliyin sağ tərəfinə diqqət etirsək, 16, 144, 64. Bizə nəyi xatırladır? Təbii ki, kvadratları xatırladır. Misal üçün 16 olur, 4-ün kvadratı. 144 olur, 12-nin kvadratı. 64 olur, 8-in kvadratı. Bəs biz bu 4-ü ala bilərik. Təbii ki, alaraq deyərik ki, 8-dən 4-ü çıxsaq, bərabər 4-ə. Kvadratı 16. 26-dan 14-ü çıxsaq, 12 kvadratı 144. 11-dən 100 çıxsaq, 8 kvadratı 64. İndi 9-a 7 çıxaq, qalsın 2. 2-nin kvadratı bərabər, baxın 4. Cavabımız oldu, bir var. Buradan belə bir qayda çıxaracaq. Hətta götürün, dəftərinizə qeyd edin qaydanı. Kitabınız varsa daha yaxşı. Magistral təhsil mərkəzi məntiq kitabını açırsınız. Qeyri-aşkar operatorlar hissəsini elə 7-ci sualın yanından yazırsınız. Əgər operatorun ardıcıl olaraq 4 sırada da bir tərəfi digər tərəfdən böyüksə, bu təbii ki, sol tərəf üçün keçərli deyil. Sağ tərəfdəki ədədlər də sol tərəfdəki ədədlərdən böyüksə, ilk əməliyyatınız ya çıxma olacaq, çıx, ya da bölmə olacaq. Buraya yazıram, bölmə. Baxın, necə? Diqqət edirsəz, 8 4-dən, 26 14-dən, 11 3-dən, 9 isə 7-dən böyükdür. Onda ilk əməliyyatınız çıxma olsun. Çıxma alınmadı, bölmə olsun. Baxın, yalnız deyirəm, sadəcə ilk əməliyyatınız deyirəm. Çünki niyə? Biraz biz qeyri-aşkar operatorlarda qəbulda kifayət qədər bəzən vaxt itirə bilirik. Həminki vaxt ikilisinin qarşısını almaq üçün belə bir tip suala qarşınıza çıxdı. İlk olaraq ya çıxmanı yerinə yetirəsiniz, ya da bölmə. Yaxşı. Nə oldu ki, qaydanı daha yaxşı mənimsəmək üçün başqa bir misalın həllinə, misal üçün 11-ci sual. 11-ci suala diqqət yetirsəniz, görərsiniz ki, burada operatorun sağ tərəfindəki ədədlər 75 3-dən, 128 2-dən, 85-dən, 36 isə 4-dən böyükdür. Nə demişdik? İlk əməliyyatımız ya çıxma olacaq, ya da bölmə olacaq. Elə. Təbii ki, 75-dən 3-dən çıxmayaq. 75-i 3-ə bölək. Neçə düşür? 25 düşür. Deyərik ki, 25 bu 5-in kvadratıdır. Bəli, demək olar. İkinciyə keçirəm. 128-i 2-yə böldükdə 64. 64 8-in kvadratı olar. Niyə də olmasın? 80-i 5-ə böldükdə 16. 16 da deyirəm 4-ün kvadratıdır. Yəni bir qanuna uyğun tapdıq da, sağı böldük sola, aldıq 25, 5-in kvadratı oldu. 64 8-in, 16 4-ün kvadratı oldu. Onda gəlin, həmişə qanuna uyğunluğu 4-cüyə tətbiq edək. 36-nı bölürəm 4-ə. Neçə düşür? 9 düşür. Deyirəm ki, 9-da baxın bu 3-ün kvadratı. Cavabımız olur D variantı. Ümidvaram ki, siz artıq bunu başa düşdünüz. Onu keçək biraz fərqli tip sualların izahına. Misal üçün olsun 16-cı sual. 16-da yenə qaydamızı xatırlayaq. Operatorun bir tərəfi digər tərəfdən böyüksə ilk əməliyyatımız olacaq. Çıxma və yaxud da bölmə. Diqqət edirsəm, yenə 12 7-dən, 9 6-dan, 11 7-dən, 10 da 4-dən böyükdür. 12-dən 7-sini çıxıram, qalır, baxın 12-dən 7-sini çıxıram. Qalır 5. 5-i də gəlin 50-yə yaxınlaşdıram. Necə yaxınlaşdıra bilərəm? Kvadratı yüksəltsəm edər 25. 25 aldım, 25-i də 50-yə yaxınlaşdırmaq üçün 2-yə vuraram, edər 50. Bu birinci proses. İndi ikinciyə tətbiq edək görə alınır. 9-dan 6 çıxdım, qaldı necə? 3. 3-ün kvadratı 9. 9-u 2-yə vurdum, 18. Baxdım, bəli, ikincidə də ödəyir. Hətta üçüncüdə də ödəyəcək. Baxın, 11-dən 7-sini çıxıram, qalır 4. 4-ün kvadratı 16. 16-ı 2-yə vururam, bərabər olur 32. Demək, hər üçünü ödədim. Onda keçirəm 4-cüyə. Ondan 4-ünü çıxıram, neçə qalır? 6 qalır. 6-nın kvadratı edir 36. 36-ı 2-yə vururam, bərabər olur, baxın, 72. Cavabımız oldu, bu D variantı. Keçək buradan yeni tip sualın izahına. Baxın 26-cı sual. Deyək ki, qəbulda biz 4 riyazi əməli 4-ünü də yerinə yetirdik. Misal üçün topladıq, vurduq, böldük, çıxdıq və cavabı ala bilmədik. Onda 5-ci əməliyyat olaraq bunu yadınızda saxlaya bilərsiniz. Hətta 26-cı sualı fərqləndirin. Çünki qəbul tipli sualdır. Qəbula tez-tez düşən suallardan biridir. Ümidvaram ki, bu videodan sonra artıq bu qayda sizin yaddaşınıza həkk olunacaq. Baxın, qayda nədir? Bu tipli suallarda 4 riyazi əməlin 4-ünü də yerinə yetirdiniz və ala bilmədinizsə, o zaman bir tərəfi 3-ə vurasınız, bir tərəfi 2-ə vurasınız.
Yəni 13-ə vurasınız, edəcək 30. 16-nı 2-ə vurasınız, edəcək 32. Cəmi, baxın, verəcək sizə 62. 8-i 3-ə vurduqda edir 24. 11-i 2-ə vurduqda edir 22. Cəmi bizə verir, baxın, 46. 13-ü 3-ə vurursunuz, alırsınız 39-u. 20-ni 2-ə vurursunuz, 40. 39 da 40-ın cəmi bərabərdir 79. 24-ü 3-ə vurursunuz, 72. 6-nı 2-ə vurursunuz, 12. Cəmi bizə verəcək neçəni? Təbii ki, 84. Cavabımız oldu. B variantı. İndi 8-8 sualın izahına. Misal üçün, həmçinin yeni tip sualın izahı kimi yeni tip qayda da olsun. Ona görə 31-ci sualı başa saldıram. Qaydamız nədən ibarət olacaq? Diqqət edirsəz, operatorun sol tərəfində 4 dənə rəqəm veribdir bizə. Başqa heç bir şey yoxdur. Hətta 4 dənə yox. Bundan sonra 3 dənə rəqəm olsa, yenə də qayda keçərlidir. Əgər operatorun solunda rəqəmlərin sayı 3 və 3-dən çoxdursa, baxın, ilk əməliyyatınız olsun toplamı. Təbii ki, biz buradakı rəqəmləri bir-birinə vursaq, altından qalxa bilmərik. Və həmçinin imtihanda görə nə qədər vaxt gedər. Ona görə ilk əməliyyatınız nə olacaq? Toplama olacaq. 7, 6, 9, 8. Cəmi bizə verir 30. 30-u 2-yə böldükdə 15-i alır. 6, 8, 4, 2, cəmi 20 verir. 20-ni 2-yə bölürük, bərabər olur 10. 8, 8, 4, 2, cəmi bizə verir. 22, bölürük 2-yə, bərabər olur 11. Yəni, ilk olaraq rəqəmləri toplayırıq, sonra isə 2-yə bölürük. İndi 5, 5, 9, 9, cəmi 28 edir. 28-i 2-yə bölərsiniz, bərabər olacaq 14. Cavabımız olur B variantı. Belə. Gəldik 34-cü sualın izahına. Baxın yenə, 34-cü sual olduqca çətindir. Bəlkə də bir çoxunuz artıq evə tapşırıq verilibdir. Yazıb gəlirsiniz 34-cü suala və tapa bilmirsiniz. Bizdə də aslında deyək ki, qeyri-aşkar operatorlar video izahını, mənim video izahımı və gəldiniz 34-cü sualın izahına. İlk olaraq sizə ona deyim ki, 34-cü sualın izahını axtaranlara. Təbii ki, bu sual qəbul tipli sual deyil. Dediyim kimi, hörmətsiz, çox tipsiz bir sualdır. Qəbula yəni ki, bu qədər çətin bir sual düşməsin. Amma yenə də, təbii ki, siz istəyirsiniz cavabı biləsiniz. Ona görə mən də qısa formada izahı verəcəm. Keçəcəyim yeni tip sualın izahına. Burada məsələ nədir? Buradakı ədədləri biz qruplaşdıracağıq. Necə? 25 və 35 görmürsünüz. Burada siz 25 35-dən əlavə 53 və 25 görməlisiniz. 53-dən çıxmalısınız 25-ni. Qalır neçəsi? 28-dir. 2-ni 8-də vurursunuz, 16. Yəni rəqəmləri haysını sonda tapırsınız, nəticəmiz çıxır. 17-25-ə siz 72-15 kimi baxırsınız. 72-dən çıxırsınız 15-ni, qalır 57-si. 5-i 7-yə vurursunuz, alırsınız 35. 49-16-ya artıq siz necə baxarsınız? 91-46 kimi baxarsınız. 91-dən 46-sını çıxır. Qalır necəsi? Eşidirəm, deyirsiniz. 54 qalır. 54-ü ondan vuraq. 54 qalmır, hətta 45 qalır. Görürsünüz, mən də səhv eləyə bilirəm bəzən. 45 qalır, 4-ü 5-ə vurur, bərabər olur 20. Onda gəlin siz də 78-dən 36-sını çıxırın. Deyirsiniz ki, eşidirəm. 78-dən 36-sını çıxsaq, qalır 42-si. 4-ü 2-ə vurur, bərabər olsun 8-də. Cavabımız olur C variantı. İndi keçək yeni tip sualın izahına. Misal üçün 35-ci sual. 35-ci sual da qəbula düşən suallardandır. Biz artıq 5 dənə qaydanı bilirik. Necə 5 dənə qaydanı bilirik? 4-ünü onsuz da hər kəs bilirdi. Toplama, çıxma, vurma, bölmə. 5-ci qaydadan bir tərəfi 3-ə vurur, bir tərəfi 2-ə vurur. Belə. İndi keçirik 6-cı qayda. 6-cı qayda nə olacaq? Baxırıq ki, bərabərliyin sol tərəfindəki rəqəmlər 3, 4, 4, 5, 4, 3, 4, 2 kiçik rəqəmlərdir. Maksimalı 5-dir, yəni kiçikdir. Amma nəticə hissəsinə baxın, 11, 39, 55 alınır. Yəni nəticə hissəsi böyükdür. Baxın, hətta 55-in böyüklüyünü görürsünüz. Yəni buradakı 55-i almaq üçün biz 4 dənə riyazi əməl öyrənmişdik. Elə burada ən böyük əməliyyatı, yəni götürüb 4-ü çarpırsaq, edəcək neçə 12, yəni 55-ə çatmır. O zaman nə etməliyik biz? Ya 4-dən ya da 3-dən birini 55-ə çatdırmalıyıq. Mənə məntiqli gələn hissəsi 4-ün kuba yüksəlməsidir. 4-ün kuba yüksəlsə 64-dür. Hətta 55-i keçdir. İndi 64-də elə azaltmalıyıq ki, 55 səviyyəsinə çatdırır. 4-ün kuba yüksəldir, 64-də aldı. Onda 3-də kvadratda yüksəldir. Edəcək neçə? 9.
64-dən 9-u çıxın, qalsın 55. Digərlərini də yoxlayaq görək. Ödəyir. Baxın 4-ün kubu 64, buraya yazıram. 5-in kvadratı 25. 64-dən 25-in çıxırıq, bərabər olur 39. 3-ün kubu 27. 4-ün kvadratı 16. 27-dən 16-sını çıxaq, bərabər olur 11. Qaydamız ödədir. Bir tərəfi kuba yüksəldik, bir tərəfi kvadratı və çıxdıq. Nəticəni aldıq. Sonuncu yolda tətbiq edək. 4-ün kubu 64. 2-nin kvadratı 4. 64-dən 4-ünü çıxırıq, bərabər olur 60-a. Bunu da yadda saxlasanız daha yaxşı olar. Yaxşı. Nə oldu demək qaydamız? Toplama, çıxma, vurma, bölmə. Bir tərəfi 2-yə vurmaq, bir tərəfi 3-ə vurmaq. Bir də kuba və kvadratı yüksəldik. İndi keçsək yeni tip sualın izahına. 37-ci sual. 37-ci sualda diqqət etsək 147 və 39-dan 25 aldı. Və yaxud da 1, 4, 7, 3 və 9-dan 25 aldı. Biz bunları təbii ki, bir neçə müddətdən sonra artıq özümüz ayırt edə biləcəyik. Təbii ki, bunun üçün nə etməlisiniz? Çoxlu sayda qeyri-raşi operatorda misal işləməlisiniz. Bu tipli suallarda 1, 4, 7-nin hasilini tapırıq. Bərabər olur neçəyə? Rəqəmləri hasili 28-ə. 3-ü 9-a vurduqda isə 27. 28-də 27-ni toplayırıq. Bərabər olur 55-ə. 55-i aldıq. 5-i də 5-ə vuraq. Bərabər olsun 25-ə. Gördünüz nə qədər uzun bir metod və ya da periyod gəldi çıxdı. Birinci 1, 4, 7-nin hasilini tapdıq. Etdik 28. Üstə 9-un hasilini tapdıq 27. Sonra topladıq 28-də 27-ni 55 etdi. 55-də rəqəmləri hasili 5 ilə 5-ə vurduq 25 etdi. Təbii ki, deyirsiniz ki, müəllim bu qəbula düşər. Qəbula bu qədər çətin sual düşməz. Çünki Dövlət İmtahan Mərkəzi fikirləşir ki, sizin 3 saat vaxtınız var və 95 sual var. Yəni, normal bir insan bunu tapmaq üçün 3 saat vaxt sərf edərlər. Demək 94 sual qalmalıdır. Onun üçün Dövlət İmtahan Mərkəzi nəzərə alır, bu tipli suallar salmır. Əsasən toplama və çıxma yönümlü suallar salır. İndi 2, 6 üçün hasilini tapırıq, edir 36. 8 də 4-ün hasili 32. 36 ilə 32-ci cəmi verəcək bizə 68. 6-nı 8-dən vururuq, baxın alırıq 48. 109, 5-in hasili bizə verəcək birbaşa yazılır. 135. 4 ilə 6-nın hasili isə 24. Cəmi neçə edir? 159. 159. 1, 5, 9-un hasili isə 45 edəcək. İndi baxın, 1, 0, 0 hasili 0 edir və bura 0-dır. 0 qeyd edirəm. Geriyə nə qaldı? 7 ilə 6-nın hasilinin tapılması qaldı. 7-nin 6-ya vurduqda 42. 0-ın üzərinə 42 gəlirik, bərabər olur 42. 4-ü də 2-yə vursa neçə edər? 8 edər. Cavabımız olur, baxın, abay. İndi isə keçsək yeni sual izahına. Misal üçün olsun, baxın, bunu yazarsınız. Ya da izah edək 39-u. Bilin, söhbətlərdən gedir. Otuz sualda. Baxın, 35 və 12 verib, 13 saatın nəticə olaraq. Təbii ki, siz buna 35, 12 kimi də baxa bilərsiniz. 31, 52 kimi də baxa bilərsiniz. Hətta 3, 1, 5, 2 kimi də baxa bilərsiniz. Yəni, qruplaşdıra bilərsiniz rəqəmləri. Əgər 3 və 1-i 5 ilə 2-ni qruplaşdırsaq, yəni 3-ü 1-ə vursaq, neçə edər? 3 edər. 5-i isə 2-ə vursaq, edər 10. Üstə 10-un cəmi bizə verir 13. Baxdıq ki, birincidə ödədir. Təbii ki, 100% ikinciyə tətbiq etməliyik. 7-ni vurur 8 edir, 56. 4-ü 2-yə vurduqda bəs neçə edir? 8 edir. 56 ilə 8-in cəmi 64. İkincidə də ödədir. Keçirəm 3-cüyə. Təbii ki, 2 olaraq 9-u 4-ə vurduqda edir 36. 1-i 3-ə vurur 3. 36 ilə 3-ün cəmi 39. Sonuncuya baxaq. 5-i vururam 7-yə edir 35. 2-ni vururam 5-ə 35 onun cəmi 45. Cavabımız olur D variantı. 41-ci sualın izahına baxın. 41 tipli kitabımızda hardasa 3-4 dənə sual vardır. Yəni, bu sualı yazıram. Digər həmin tip sualları təbii ki, sizin özünüz yazacaqsınız. Qayda hamısında da eynidir. Nə edirik? Bu tipli suallarda əgər eyni 2 dənə operator ardında görürsünüzsə, bu keçərlidir. Götürürsünüz qüvvətlərinə 1, 2, 3 yazırsınız. 4 üzəri 1 edir 4. 3-ün kvadratı 9, 2-nin kubu 8.
Bunların cəmi isə bərabər olur 20 p. 8 üzəri 1, 8, 3 üzəri 2, 9, 3 üzəri 3, 27. Cəmi bizə verəcək, şimdi sənə 44. Eyni qaydada sonuncunu da yazaq. 6 üzəri 1, 2 və 3. 6 üzəri 1, 6, 2 üzəri 2, 4, 1 üzəri 1, təbii ki 1. Cəmi, baxın, edir 11. Sonuncuya keçək. 5 üzəri 1, 5, 4'ün kvadratı 16, 4'ün kubu 64. Bunlar cəmləsə neçə edər? Təbii ki 85 edər. Cavabımız olur B variantı. 43-cü suala baxaq. 43-də bərabərliyin sağ tərəfinə diqqət edirsəz 97, 84, 75 verir. 97 iş baxışda təbii ki sadə ədəddir. Elə heç bir böləni yoxdur 97-nin. Sadə ədədsə biz təbii ki burada vurma çıxma gedə bilmərik də. Onda 97-nin özünü almalıyıq. Və yaxud da buradakı 9 və 7-ni almalıyıq. Ayrı-ayrı da baxa bilərik burada. 9 və 7 kimi. Təbii ki 9-u 7-yə vurmuyorsun. Başta demişdim axı sizə 24-də 24 kimi və ya da 42 kimi baxır buna. Eyni qaydada 97 və ya da 79 kimi baxa bilərik. Amma buradakı ayrı-ayrı 9 və 7-ni bu yöntəmdən ala bilərik. Yəni bunlar üzərində əməliyyat aparmadım təbii ki. 9-u almaq üçün mən 2 ilə 7-ni toplayıram. Neçə edər? 9. 7-ni almaq üçün isə 4-dən 3-ü toplayıram. 3 ilə 5-in zəmi 8, 2 ilə 2-in zəmi 4. 5 ilə 2-in zəmi 75, 1 ilə 4-ün zəmi, daha doğrusu 5 ilə 2-in zəmi 7, 1 ilə 4-ün zəmi 5. 4 ilə 0-ın zəmi 4, 6 ilə 1-in zəmi 7. Cavabımız olur 47. Yəni C variantı. İndi keçək yenə sualın izahına. Kırk beşinci sual. 45'te. Bakın 45-ci sualı yazsaq, ilk olaraq 3 və 8-in cəmi 11 verir. Bunu deyirsiniz ki, 3 və 8 cəmi verir, 11 edir. Amma burada 89 ilə 18 cəmləsəz 8 ala bilmirsiniz, elə? Onda deməli, burada əlavə bir dənə də əməliyyat var. 3 və 8 yazıb sizi çaşdırır sadəcə. Bu ikisində görək, həmin kimi mən dediyim əməliyyat ödəyəcək ya yox. Burada 3 və 8 təşkil mərtəbəsindədir. Elə o 3 və 8-i topladıq. Etdi 11. İndi bu qaşı təşkil mərtəbəsində ədədlərə baxırıq. 8 və 9-dur. 8 və 9-un cəmi bizə verir 17. Bunu yadda saxlayaq. 8 və 9 etdi 17. Bəs onluq mərtəbəsində bizdə hansı ədədlər var? 8 və 1 var. 8 və 1 toplasaq neçə edir? 9 edir. 17-dən 9-dan çıxıran bərabər olur 8-dən. Bəs deyəsiniz birinci ilə ikincinin nə dəxli deməliyim? Baxın, buradakı onluq mərtəbəsindəki ədədimiz 0. Sıfırları toplasanız elə 0 edir. 3 ilə 8-in zəmi 11. 11-dən 0-ın çıxanda təbii ki 11-in özünü verəcəyinə görə birbaşa biz 3 ilə 8-i topladıq. Ona keçirəm 3-cü sıraya. Eyni qaydada təşkil mərtəbəsindəki 4 və 9-u toplayıram, edir 13. Onluq mərtəbəsində isə 1-ləri toplayıram, edir 2. 13-dən 2-sini çıxıram, 11. Sonuncuya baxaq. 7 ilə 6-ın cəmi 13, 3 ilə 5-in cəmi 8. 13-dən 8-ini çıxanda bərabər olur 5-ə. Cavabımız oldu C variantı. 46-cı suala baxaq. Qəbul tipli bir sualdır. Yəni qəbula sıxlıqla düşən suallardan biridir. Mörtəzənin içərisi bizim nəticə hissəmizdir. Yəni bütün suallarda lazım deyil ki, bir bərabər belə, sonra sağ tərəfdə biz nəticəni axtaraq. Bəzən suallarda mörtəzənin içərisində olacaq nəticə hissəsi. 568-i biz 279 və 312-dən almalıyıq. Təbii ki, biz bunlara bütün ədəd kimi də baxa bilərik. Rəqəm kimi də baxa bilərik. Yəni 5, 6, 8, 2, 7, 4, 3, 1, 2 kimi də baxa bilərik. Misal üçün 568-də biz 5, 6, 8 kimi baxsaq. Bu 5-i almaq üçün mən 2 ilə 3-ü toplayarım. Nə etdik? Birinciləri topladıq. 5-i aldım. Baxın, 6-nı almaq üçün 7 ilə 1-i, yəni 2-ci sırada duran ədədləri nə edərəm? Çıxaram. 7 ilə 1-i alıram belə. Fərqləndirəm. Çıxma işarəsi qoyuram. Sonra isə 8-i almaq üçün isə mən 4 ilə 2-nin hasisini tapıram. Bunları da işarələyirəm, bura hasis seçim, yəni vurma olsun. İkinciyə tətbiq edirəm. Birinciləri təbii ki topladıq. 5 ilə 4-ün zəmi baxın 9 verir. İkinciləri çıxdıq. 9-dan 2-sini çıxırıq, 7 qalır. Üçüncüləri isə vurmuşduq. 3-ü 1-ə vururam, onda alıram 3-ü. Keçirəm 3-cü sıraya. 6 ilə 2-in zəmi neçə verir bizə? 8 verir. 6-dan 4-ünü çıxıram. 2, 2-ni 3-ə vururam, 6. Son olaraq 8 ilə 1-in zəmi 9,
2-dən 0-ın çıxıram. 2, 1-i 8-ə vururam, edir 8. Cavabımız olur 928. Təbii ki, sizdə sual yaranışır. Müəllim hamısını həll edir, sonra nəticəni yazır. Birbaşa nəticəni yazır da. Təbii ki, elə edə bilmərik. Çünki niyə? Başda demişdim axı. Ola bilər ki, ikisi üçün ödəyər, üçüncü üçün ödəməz. Ona görə üçünə də tətbiq edir. Baxır ki, bəli ödəyir, dördüncüyə həminki metodu tətbiq edəcək. Yoxsa ikincidə ödədir, üçüncüdə ödəməzsə, demək ki, yolumuz səhvdir. Ona görə təbii ki, siz də imtahanda hər birini ard-arda yoxlamalısınız. İndi isə keçək yeni bir sualınız var. Olsun, misal üçün deyim, 49-cu sual. Həmçinin sizə də xatırlatma kimi olsun, təkrar kimi olsun 49-cu sual. Demişdim ki, operatorun bir tərəfi digər tərəfindən böyüksə, ilk əməliyyatımız olacaq çıxmada. Elə baxıram ki, bəli, 40 10-dan, 64 10-dan, 27 18-dən böyükdür. Həmçinin 76 31-dən böyükdür. Onda 40-dan 10-dan çıxıram, qalır 30. 30-dan 10 almaq üçün bölərəm 3, bərabər 10. İkinciyə tətbiq edək. 64-dən 10-sunu çıxıram, 51. 51 3-ə bölürəm, bərabər olur 17. 27-dən 18-dən çıxıram, qalır 9. 9-u 3-ə bölürəm, bərabər olur 3. 76-dan 31-in çıxdıqda qalır desəsi, deyin 45. 45-i 3-ə bölürəm, bərabərdir 15. Cavabımız olduğu variantdır. Sonra, kesit edək. Sonuncu misalın izahına. Sonuncu misalı izah edək. 50-ci sual. Bu da olsun bizdə sonuncu misalın izahı. Baxın. Bərabərliyin sağ tərəfinə diqqət edirsək, 72 verdi. 72 deyəndə baxın, ilk olaraq ağlınıza nə gəlir? Hər şeyi unudun. 70 dedikdə ağlınıza nə gəlirsə, onu qeyd edin. Təbii ki, mənim ağlıma 72 dedikdə 8 vur 9 gəlir. 8 vur 9 gəldi. Bəs mən 8-də 9-u operatorun və yaxud da bərabərliyin sol tərəfinə ala bilərəm. Niyə almıram ki? Deyirəm ki, 6 ilə 3-ün cəmi etsin, baxın, 9, üstə 5-in cəmi etsin, 8. İkinciyə baxıram, 2 ilə 4-ün cəmi 6. 7 ilə 2-in cəmi 9. 6 vuran 9-a 54. Bu da ödədir. Üçüncüyə keçirəm. 8 ilə 8-in cəmi 16. 1 ilə 3-ün cəmi 4. 16 vuran 4-ə 64. Bəli, bu da ödədir. Onda sonuncuya tətbiq edək. 4 ilə 5-in cəmi 9. 1 ilə 4-ün cəmi 5. 9-u 5-ə vurur 45. Bu da bizdə qeyri-aşağı operatorlardan sonuncu sualın izahı. Gələn videolarda görüşənək. Sağ olun.